olsun əziz tamaşaçılar, değerli CBC Sport izleyicileri. Qəbələ şəhər stadionundan canlı yayımıza başlayırıq. Misli Premier Ligasında turun sonuncu maçı. Az sonra meydan sahibi Qəbələ və Neftçi komandaları arasında keçiriləcək və artıq oyuna dəqiqələr qalır. Azarkeşlər bugün stadionda o qədər də çox deyil. Elçin Məsiyevin işarəsi ilə turun son qarşılaşması Qəbələ şəhər stadionunda başlamaq üzrədir. Hər iki komandaya uğurlar və belə ilə o start fidi gəlir. Adriel Balua axır komanda yoldaşlarına ötürməyə cərmə meydançasına. Başda zərbə alınmadı. Əllə oyuna işarə və Elçin Məsiyev 11 metrlik nöqtəyə mi işarə edir? Çox maraqlı. Təkrara baxaq. Aha, Breno Almeida'nın əllə oynadığına bax bu epizodda qərar verdi. Elçin Məsiyev baxırıq. Əl havadaydı və buna görə Qəbələ komandasında xatırlayırsınızsa Balua qaçırmışdı penalti. Seydina Keyta! Seydina Keyta! Neftçinin təcrübəli qapçısı istiqaməti tapdı. Amulov ötürmə qapı qarşısına. Zərbə üçün imkan Səlahat Ağayev top dirəkdən qaydırma gol! Top qapıdan keçir. Bassala Sambu. Erkən bərabərlik qolu. Sambu fürsətçiliyi ilə yararlandı. İzləyək. Mahmudovun ötürməsindən sonra burada Səlahat Ağayev, dirək, Murad Musayev və Sambu. Baxın. Bu da həmin epizod. Bassala Sambu'nun Jaime Sierra'nın çiynindən qayıdır. İmad Fərəc hücumu davam edir Neftçi komandasının. Emil Səfərov çaxdı topa. Səfərov oldu, durdu Muradı. Səfərovdan ötürmə qapı qarşısına. Müdafiə xətti uzaqlaşdırır topu Ştogri. İmad Fərəc, Mustafa Sek. Fərəclə oynayır. İmad cərmə meydançasında. İmad Fərəc, önündə Murad Musayev. İmad Fərəc. Ötürmə mərkəzə. İfani Matthew. Yerindədir Səlahat Ağayev. Bassala Sambu, top ələ keçirir indi Sambu. Sambu'dan ötürmə, Emil Səfərov qapçını üzbüz. Emil Səfərov imkan vermiş Səlahat. İmad Fərəc. Topu qapının üstündən vurur. Toxunuş var orada. Elçin Məsiyevin işarəsini ilk onlaşır Qəbələ şəhər stadionunda. Misli Premier Ligasının bu turunun sonuncu maçı Qəbələ Neftçi görüşündə ilk hissədən sonra hesab 1-1'dir. Köməkçilərinə baxır. İkinci hissənin start fitini səsləndirir və mübarizə davam edir. Ötürmə cərmə meydançasına. Almeida! Topu qapının üstündən vurur Breno Almeida. Çox əla ötürmə gəlmişdir. Mustafa Sek ötürmə qapı qarşısına. Başla zərbə, top geri qayıdır. Ovusu. Bir daha baxırıq cinahdan ötürmə. Bu da həmin epizod. Bəli, 50 oyundur və penalti təyin olacaq güman ki. Bəli. Hazırdır Mahmudov. Verilir işarə. Emin Mahmudov yaxınlaşdı topa. Emin zərbə endirir və gol! 2-1 olur hesab. Bax, bu da həmin epizod. Musayev topa yaxşı toxuna bilmir. Murad Məmmədov indi sürət yığır. Məmmədov qapçını üzbüz. Murad Məmmədov və gol! Adaşının səhvini bağışlamır Məmmədov. Murad Musayevin toxunuşu inamsız alındı. Ardınca isə topu ələ keçirən Murad Məmmədov oyuna yenicə daxil olan Neftçi futbolçusu topu Səlahat Ağayevin qapısından keçirir. 3-1 edir hesabı. Murad Məmmədov. İzləyirik təkrarı. Qəbələ müdafiəçilərinin hər ikisini qabaqladı və topu qapıdan keçirdi Murad Məmmədov. Nə Isaac Kamua, nə Seydina Keyta çata bildi. Murad Məmmədov Neftçinin 3-cü golunu vurur, komandasını qələbəyə aparır. Bu da epizodun təkrarı.
Hesabı 3-1'dir. Murad Məmmədov. Mərkəzdən oyuna başlayır Qəbələ futbolçuları. Seydina Keyta. Topu ələ keçirir Neftçi komandası. Mustafa Sek çaxdı topu ötürməsini etdi indi. Sürətli əks-hücum yenidən. Kurçi ötürmə qapı qarşısına. Zərbə üçün imkan ama görün topu hara vurur Freddy Morgas. Yaxın məsafədən topu qapının üstündən vurur. Neftçinin 10 nömrəsi. Yine yaxşı gördü komanda yoldaşını. Orada Murad Məmmədov topladı. Murad zərbə indirir Səlahət Ağayev. Bu dəfə qola imkan vermir Səlahət. Yine Murad Məmmədov. Səlahət Ağayev qola mani olur. 4 dəqiqə artırılır. Maçın ikinci hissəsinə. Və Elçin Məsiyev bu qarşılaşmanı başa çatdırır Qəbələ şəhər stadionunda. 24-cü turun bağlanış maçı. Turun son görüşü Neftçi Qəbələ səfərindən 3 golla əldə edir.